إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأن محمدا عبده ورسوله عما بعد. Sünne üzerinde sabitçilik. Dedik ki mevzumuz yani sünne üzerinde sabitçilik diyende burada qəsd olunan nedir? Yani əqidə ve mənhec üzerinde sabit kalmak. Burada sünne diyende yani fikçilerin sünneye verdiği tarif yok. Fikçiler sünneye ne tarif verdiler? Yani sen onu ettikdə savabdır, terk ettikdə günah yoktur. Ama yani sünne burada diyende necə ki İmam Ahmed rahimehullah usulü sünne yani sünnenin əsasları diyende qəsd olunan nedir? Əqidə mənhec məsələləri, etiqad məsələləri. Burada da həmçinin sünne üzerinde sabit kalmak dedik ki etiqad ve mənhec məsələləri üzerinde. Hadiste kalmıştık. Hadiste Peygamber sallallahu aleyhi ve sellem buyurur ki men ahabba liqa'allah ahabballah liqa'ahu. Kim Allah'la karşılaşmak isterse Allah da ondan karşılaşmak ister. O men keriha liqa'allah kerihallah liqa'ahu. Kim Allah'la karşılaşmak istemezse, hoşlamazsa Allah da ondan karşılaşmayı hoşlamaz. Abu Hureyre radıyallahu anh, hemşine Ayşe radıyallahu anh bu hadisi danıştıkları zaman Ayşe radıyallahu anh deyir ki inna lenekrahul mevte. Biz ölümü hoşlamırdık. Ölmeyi hoşlamırdık. Neye göre? Çünkü Allah'la karşılaşacaklar. Fekale Resulullah sallallahu aleyhi ve sellem leyse zâlik ey leyse zâlikellezî fehimtumuni. Peygamber sallallahu aleyhi ve sellem diyor ki yani buradaki yani sizin yani kim Allah'la karşılaşarsa karşılaşmak ister Allah da onunla karşılaşmak ister. Kim Allah'la karşılaşmak istemezse Allah da onunla karşılaşmak istemez. Bu sizin başa düştüğünüz kimi değil. Lakin diye mümine geldikte Allah Resulü sallallahu aleyhi ve sellem diyor ki yani ölüm ona geldiği zaman Allah'ın razılığıyla ve Allah'ın yani kerametiyle o müjdeneler. فَلَيْسَ شَيْءٌ اَحَبَّ اِلَيْهِ مِمَّ اَمَاهُ. Ona Allah'ın karşısında durmaktan daha sevimli bir şey olmaz. فَاَحَبَّ لِقَالَ فَاَحَبَّ اللّٰهِ لِقَاهُ. Ve Allah'la karşılaşmaya isterse Allah da ondan karşılaşmaya ister. Kafire geldikteyde اِذَا حُدْرَ بُشِّرَ بِعَذَابِ اللّٰهِ وَعُقُوبَتِهِ. Kafire ölüm geldikteyse o Allah'ın azabıyla ve Allah'ın azabıyla müjdeneler ve o diyor Allah'ın karşısında durmak ona en pis olan şeylerden olar. En pis olan şeylerden olar. Ve diyor sonra Peygamber sallallahu aleyhi ve sellem diyor ki fekerihe liqa'allah ve kerihallah. Allah'la karşılaşmayı hoşlamadı ve Allah da ondan karşılaşmayı hoşlamadı. Ve Allah Teala'dan istedik ki Allah Teala bizi yani özüyle karşılaşmakta karşılaşmaya isteyen kullarından etsin. Ve hemçinin Allah'tan isteyirik ki Allah Teala bize güzel sonluq versin, ikram etsin. Ve bu da deyir ki Allah'ın dininde sabit kalmağın səmərəsidir. Allah'ın dininde sabit kalmağın səmərəsidir ve hemçinin sırat-ı müstakim üzerinde sabit kalmağın səmərəsidir. Ve hemçinin Allah Teala'dan isteyirik ki Allah Teala bize lütf versin ve bizim kalplerimizi hak üzerinde sabit saklasın. Ve sonra ayette geçir ki ve ebşiru bil cennetilleti kuntum tu'adun. Yani size vaad olunan cennetle sevinin. Cennet Allah Teala'nın iman getirip bu iman üzerinde dost doğru olan kəslərə vaad ettiğidir. Cennet iman getirip ve o iman üzerinde dost doğru olan kəslərə vaad ettiğidir. Ve hemçinin bu hakta yani Mekke ve hemçinin Medine suralarında çoklu ayeler sabit olup Allah Teala buyurur ki inne lil muttaqine mefaza. Yani Allah'tan korkanlar için uğurlar var. Hedaiqa ve a'naba ve hemçinin yani tayı beraberi olmayan bağçalar var. Ve kevaibe etrabe ve hemçinin onlar için iri sinələri olan qadınlar var. Və kəsən dihaqa və həmçinin
Yəni ağıllarına gəlmədikləri qədəhlər var. La yesmaun fiha lagwan və la kizzaba. Yəni onlar nə hər hansı bir lağlağa, nə də ki hər hansı bir yalan eşitməzlər. Və həmçinin Allah Teala buyurur ki: "Və sari'u ila mağfiratin min rabbikum və cennetin arduhas semawati vel ard uiddat lil muttaqin." Rəbbinizdən bağışlanmağa və göylər və yerlər qədər genişliyi olan cənnətə tələsin. O Allahdan qorxanlar üçün hazırlanıbdır. Ellezine yunfiquna fis-sarra ve'd-darra. Onlar o kəslərdilər ki, Allahdan qorxanlar, Allah vəsf edir. Onlar o kəslərdilər ki, yaxşı vaxtlarında da, çətin vaxtlarında da Allah yolunda xərcləyərlər. Vel-kaziminel-gayz vel-afin anin-nas. Və qəzəblənlikləri zaman, şiddətli qəzəbləri gəldikləri zaman o qəzəblərini boğarlar. Vel-afin anin-nas və insanları keçməyə bacararlar. Vallahu yuhibbul muhsinin və Allah yaxşılıq edənləri sevir. Allah yaxşılıq edənləri sevir. Deməli bu cənnətlə vəd, yəni çox ayələrdə və həmçinin çox surələrdə zikr olunubdur. Zikr olunubdur. Həmçinin yəni Quranda Peyğəmbər sallallahu əleyhi və səlləm dili ilə Allah Teala cənnəti vəd edir. Kimlər üçün? Yəni İslam üzərində sabit qalan və doğru yol üzərində sabit qalanlar üçün. Yəni sabit qalmaq İslam üzərində, yəni sabit qalmaq səbəbinə görə və həmçinin doğru yol üzərində sabit qalmaq səbəbinə görə. Və buna görə onlar müjdələnəcəklər. Və Allah Teala'dan yenə istəyirik ki, şeyxdir ki, Allah Teala bizi haqq üzərində, hidayət üzərində bizi və sizi haqq və hidayət üzərində sabit saxlasın və bizi və sizi istiqamə üzərində, dosdoğru din üzərində, dosdoğru din üzərində bizi ruziləndirsin. Ruzi iki cürddə, ruzi və mal tərəfdə olan ruzi və axirət tərəfdə olan ruzi. Yəni elm özü ruzidir. Elm özü ruzidir. Aydın oldu? Allah Subhanahu taala həmçinin başqa ayədə buyurur ki: "Fəstəqim kəmə urta və men təbə ma'aka və la tədğab innehu bima ta'malun basir." Sən əmr olunduğun kimi dosdoğru ol və men təbə ma'aka və la tədğab. Və kim səninlə birlikdə tövbə edərsə və la tədğab. Yəni onlara qarşı şiddətli olma. Hətta aşma innehu bima ta'malun basir. Həqiqətən Allah Teala onların etdiklərini görür. Əmrun bil istiqamə. Burada ayədə nə keçdi? Doğru olmaq. Yəni sənə əmr olunduğun kimi doğru ol. Və həmçinin Allah Teala başqa ayədə buyurur ki: "Və la tərkanu ilellezine zalemu fetemassekumun-nar və ma lekum min dunillahi min awliya thumma la tunsarun." Yəni siz zülm edən kəslərə meyl etməyin. Yoxsa ki deyir cəhənnəm odu sizə toxunar. Və ma lekum min dunillahi. Sizin Allahdan başqa bir yardımçınız yoxdur. Thumma la tunsarun. Və sonra siz yardım olunmazsınız. Yardımsız bırakılarsınız. Deməli, bu Allah Teala'dan bir əmirdir. Kimə? Rasuluna tabi olan müminlərə. O kəslər ki, Allah'a tövbə etdilər və Allah'a döndülər və sırat-ı müstəqim üzərində ondan yapışdılar və onun Allah'ın dini üzərində sabit qaldılar. Əmərhum bil istiqamət əleyh. Allah Teala onlara dost doğru olmağı əmr etdi. Burada dost doğru Allah'ın əmr etdiyi kimi sabit qalmaq. Yəni Allah'ın əmr etdiyi kimi əqidədən yapışmaq. Və həmçinin yəni Allah'ın əmr etdiyi kimi əmirləri tutmaq, əmirlərdən yapışmaq və Allah'ın qadağan etdiyi kimi o qadağanlardan çəkinmək və haramlardan çəkinmək. Və Qur'an bir sözdən Qur'anda cəvami. Yəni qısa sözlü və geniş mənalı olan sözlər var. Yəni burada necə ki Allah Teala buyurur ki: "Fəstəqim kəmə umurtə." Sənə əmr olunduğun kimi dost doğru ol. Əmr olunduğun kimi hər bir şey, nə əmr olunub? Dost doğru ol. Əqidə, mənhəc, bütün əmirlər, bütün haram olunan şeylər və həmçinin hər bir şey. Və bu deyir Allah Rasulunun və bu yəni təvcihun li Rasulillah və l-müminə ilə yevmil qiyamə. Bu da deyir ki, Allahın Rasuluna və həmçinin möminlərə qiyamət gününə qədər yönləndirilən bir şeydir ki, ən yəstəqimu alə dinillah. Yəni onlar Allah Teala'nın onlara əmr etdiyi kimi Allah'ın dinində dosdoğru olsunlar.
Yəni Allahın dinində nə sağa, nə sola meyl etməsinlər. Yəni Allahın dinində yəni bütün şəriətləri əhatə edən əqidələri və həmçinin əhkamlarda yəni əyrilməsinlər. Sonra Allah Teala buyurdu ki: "Və la tadğav", yəni həddi aşma. Kimsə səninlə birlikdə tövbə etdisə, həddi aşma. Tuğyan sözünün mənası həddi aşmaq deyilir. Yəni la bi ghuluv fi'd-din və la fi ghayrihi. Nə dində, nə başqa şeydə həddi aşmaq olmaz. Və la bi zulmin, nə də ki zülm etməkdə həddi aşmaq olmaz. Fəfi muharabətun kulli mevsifin sunufin et-tuğyan minəz-zulm ve't-təaddi. Yəni zülmdən təaddi. Zülm nədir, təaddi nədir? Əslində zülmdə həddi aşmaqdır, təaddi də həddi aşmaqdır. Lakin təaddi Allahın hədlərində olur. Yəni kim Allahın hədlərində həddi aşırsa, bu da zülmdür, lakin buna təaddi deyilir. Bu zülm növlərinin ən pislərindən sayılır. Nəyə görə? Yəni Allahın şəriətində hədlər var. Və həmçinin etiqadlar, yəni Allahın şəriəti yəni hədləndirilib. Həmçinin etiqadlar hədləndirilib, əmirlər hədləndirilib. Yəni hər bir şeyin bir nəyi var? Dəqiq bir həddi var. Sən o həddi aşmısansa, artıq təaddi eləmisən. Həddi aşmısansa, artıq tuğyan eləmisən. Həddi aşmış sayılırsan. Ona görə şeyx gətirir ki, sən deyir ki, Allahın yəni buyurduqları həddlərə heç bir şeyə əlavə eləmə. Sənə Allah Teala buyurduğu şeylərdə heç bir şeyə hətta əlavə eləmə, hətta nafilələrin özündə belə. Yəni ona əlavə eləmə, onun keyfiyyətində, onun sifətlərində əlavə eləmə. Nə Peyğəmbər s.ə.v edib, sən də onu et. Bərəkət ondadır. Nə Peyğəmbər s.ə.v icazə verib, nəyə şəriət icazə verib, sən də onu et. Məsələn, namaz. Yəni 5 namazdır, 6-cı namazı artırma. Yəni necə ki, Allah Teala deyəndə ki, وَلَا تَتْغَوْ, yəni həddi aşma, yəni hər bir şeyə aid. Yəni zöhr 4 rükət gəlib, 5-ci rükəti artırma. Və həmçinin 6-cı rükəti artırma və səcdəni artırma, heç bir şey, ibadətlərdə heç bir şeyi yəni artırma. Artıq Peyğəmbər sallallahu aleyhi və səlləm bu ibadətlərdə hədd qoyub. Peyğəmbər sallallahu aleyhi və səlləm həm yatardı, həm gecələri qiyamda keçirərdi, həm oruç tutardı, həm iftar eləyərdi. Fələmmə iştəddət rəğbətə bə'dus sahabə radiyallahu anh fi ziyadə fil ibadə səələ əzvəcin nəbiyyə sallallahu aleyhi və səlləm. Deyir ki, bəzi sahabələr yəni rəğbətlərindən yəni ibadətləri artırmağa istədilər, artırmaq qərarına gəldilər və gəldilər Peyğəmbər sallallahu aleyhi və səlləm zövcələrindən Peyğəmbər sallallahu aleyhi və səlləmin evində etdiyi əməl haqqında soruşdular. Və dedilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm evində nə inirdi? Və deyilir ki, Peyğəmbər sallallahu evində gecə namazı qılardı və yatardı, oruç tutardı və iftar da edərdi. Və qadınlarla da evlənərdi. Fəqalə əhədum ənə əqulu və lə ənə. Onlardan birinə gəldi, əmmə ənə fə əqulu və lə ənə. Yəni, onlardan biri deyir ki, mənə gəldikdə isə mən gecələri ancaq qiyamda keçirəcəm və yatmayacam. İkincisinə gəldikdə isə ikincisi deyir ki, mən daim oruç tutacam, hər gün oruç tutacam, heç bir günümü oruçsuz keçirməyəcəm. O birisine gəldikdə, o birisi isə deyir ki, mən qadınlarla evlənməyəcəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hala qəzəblənir. Mə bəl-i əqvanin qalı kədə və kədə. Deyir, o qövmlərə nə olub ki, belə-belə deyirlər. Lakin mənə gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən namaz da qılıram, gecə namazlarını da qılıram və gecələri də yatıram. Oruc da tuturam və tutmayan günlərim də olur. Qadınlarla da evlənirəm. Və sonra buyurur ki, fəmən rağibə ən sünnəti fəleysə minni. Kim mənim sünnətimdən üz döndərərsə məndən deyil. Bu nədir? Bu sabitçilikdir. Bu sabitçilikdir. Yəni, sünnə üzərində qalmaq, sünnəyə tabi olmaq özü sabitçilikdir. Necə ki, bu hədis səhih. Və sonra şeyx gətirir ki, o kəs ki, gecələri qiyamda keçirir və gündüzləri də orucda keçirir, o deyir, çox vaxtları zay edir. Sonra deyir, gündüzləri neynəcək? Yəni, yorulacaq, həsrət içərisində olacaq və zəifləyəcək. Və ona görə də deyir ki, yəni sahabələr
bu fikirlə Peyğəmbər s.ə.v-in yanına və bu fikri söylədikləri zaman Peyğəmbər s.ə.v onların bu fikrindən onları daşındırdı. Yəni düzgün olan yönətdi. Sonra şeyh gətirir ki, lakin deyir ki, çox insanlarda görürsən ki, deyir, bu xata olaraq baş verir. Görürsən, deyir, yəni quluva düşürlər və həmçinin deyir ki, yəni qayıdılmayan bir şeylərə düşürlər və şək də yoxdur ki, bundan Allaha sığınırıq. Bu deyir, həlak edici bir bəladır. Ona görə də Allahdan istəyirik ki, yəni hər bir şeydə sünnə üzərində olmağı. Və lə tədxav, sonra ayədə keçdi ki, yəni həddi aşma. Yəni lə tədxa ələnnəs, yəni insanlara qarşı həddi aşma. Yəni onların namuslarında, onların mallarında və həmçinin onların əvrahları, ruhlarında və hər bir şeydə, Allahın yəni haram etdiyi hər bir şeydə və həmçinin yaxın qohumlarının yəni haqlarına xələl gətirmə, uzaqdan olan qohumların da həmçinin haqlarına xələl gətirmə, bu Allahdan bir çəkindirməkdir. Sonra Allah təala buyurdu ki, İnnəhu bimə tə'maluna basir. Həqiqətən o sizin etdiklərinizi görür. Bu nədir? Bu Allah təala tərəfindən dəqiq bir nədir? Riqab, yaxınlıq. Ki Allah Subhanahu taala yəni hər hansı bir zərrə qədər olsa salih əməli də və həmçinin zərrə qədər olan talih salihin əksidir. Pis əməli də yəni misqalları ilə bilir. Necə ki Allah Teala buyurur ki və həmçinin misqalları ilə mükafatını verəcək. Necə ki Allah Teala buyurur ki fəmən ya'məl misqalə zərrətin xayran yara. Kim misqal zərrəsi qədər bir iş görərsə, xeyir iş bir görərsə, yəni onun xeyrini görəcək, onun əcrini görəcək. Kim bu dünyada yəni salih əməl görərsə, yəni onun əcrini, xeyrini axirət günü görəcək. Və mən ya'məl misqalə zərrətin şərran yara. Kim də misqal zərrəsi qədər bir şər işləyərsə, onun cəzasını görəcək. Yəni mömin daimə özünü Allahın nəzarətində hiss etməlidir. Yəni salih əməllərə yönəlməlidir və o bilməlidir ki, Allahın nəzarətindədir. Və həmçinin yəni qorxmalıdır riyadan və həmçinin qorxmalıdır süm'əni eşitdirməyi sevməkdən. Çünki elə şeylər var ki, bu kimi şeylər insanı həlak edən şeylərdir. Bəzən insan əməl edir, istəyir ki, insanlar onu eşitsinlər, istəyir ki, insanlar onu tərifləsinlər. Amma sələflərin halı belə olmaz. Vəl-yəzibillah. Və həmçinin insan deyir ki, nə etməlidir? Asiliklərindən də qorxmalıdır. Bidət etməkdən qorxmalıdır. Çünki Allah Teala onu nəzarət edir. Allah Teala buyurur ki, Vallahu alə kulli şeyin şəhid. Allah hər bir şeyə şahiddir. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, Ələm tərə ennəllaha ya'ləmu mə fis-səmavati və mə fil-ard, mə yekunu min necvə thələsətin illə huvə rabi'uhum, və lə xamsətin illə huvə sədisuhum, və lə ədnə min zəlik və lə əktərə illə huvə mə'hum, əynəmə kənu thümmə yunəbbi'uhum bimə əmilu yevməl qiyamə, innəllah bi kulli şeyin əlim. Bilmirsənmi ki, Allah Subhanahu taala göylərdə və yerdə olan hər bir şeyi bilir. Yəni sizin 3 nəfərin 4-cüsü odur. 5 nəfərin 6-cısı odur. Yəni Allah Teala. Və lə ədnə min zəlik və lə əksərə illə huvə mə'hum əynəmə kənu. Elə bir şey, ən aşağı olan bir şey və yaxud ən çox olan bir şey, elə bir şey yoxdur ki, yəni Allah onlarla bərabər olmasın. Allah hər yerdə, əynəmə kənu. Thümmə yunəbbihum bimə əmli yevməl qiyamə. Sonra deyir ki, Allah Teala qiyamət günü onların etdikləri əməllər barəsində xəbər verəcək. Həqiqətən Allah Teala hər bir şeyi biləndir. Yəni Allah Teala hər bir şeyə şahiddir. Yəni Allah Teala hər bir şeyi nəzarət edəndir. Və ona görə dedik ki, biz yəni bimə nə'məlu basirun subhanahu və teala. Bilməliyik ki, Allah subhanahu teala görür və mömin ona görə möminə vacibdir ki, yəni özünü Allahın nəzarətində hazır etsin. Və həqiqətən Allah Teala hər bir şeyi görür, hər bir şeyi eşidir. Yəni həqiqətən Allah Subhanahu taala yəni hər bir şeyi əhatə edir və həmçinin xain baxışları da bilir və sinələrdə gizli olanları da bilir və Allaha heç bir şey gizli deyil. Və men vəffaqahu Allah və razaqahu mitlə hədil halit tayyibə fə inə hədə min əlamət səbəti. Əgər Allah Teala kimə bunu müvəffəq eləyərsə, kimi bu gözəl halla, bu hal kimi hallarla ruziləndirərsə, o zaman bu, yəni Allah Teala'nın onun sabit saxlamasının əlamətlərindəndir. İnşallah. Və həmçinin də onun yəni istiqamə üzərində olmasının əlamətlərindəndir. Əgər kim bu
bu hal üzərindədirsə. Hədə minəl əlamətli vəl bəşər. Bu əlamətlər də, həmçin bu bəşər müjdələr də, yəni kim üçündür? Yəni haqq üzərində sabit olan, sırat-ı müstəqim üzərində sabit olan mömin üçündür. Ona görə mömin sabit qalmağa çalışmalıdır. Lakin deyir ki, la yakillu və la yemillu minəl-lücu və-dəra'ati minəllah. Yəni daimə yəni Allaha sığınmalıdır, arxayın olmamalıdır. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm daimi Allah'tan bu şeyləri istəyər. Deyər ki, ya muqallibəl qulub, təbbit qulubənə alə ta'atik. Ey qəlbləri döndərən, sən mənim qəlbimi sənin dinində, yəni sabit saxla. Keyfən nu'min ən hərrifəl insan və yəziği qəlbəhu. Necə biz deyir ki, yəni əmin ola bilərik ki, insan dəyişdiği halda və onun qəlbi çevrildiği halda. Bu mümkün deyil. Vallahi deyir ki, yalnız deyir ki, münafiq, yəni Allah'tan, yəni bu şeylərdən əmin olur. Mümin isə deyir, daimi qorxu içərisində olur. Ona görə də deyir ki, lazımdır ki, insan Allah'tan qorxsun. Və la yədqə hədəl xavf. Həmçinin bu qorxuda da deyir, həddi aşmasın. Yəni, çünki qorxu, həmçinin ümid bir-birinə bağlı olan şeylərdir. İnsan gərək deyir ki, yəni hər bir halda, əgər hətta ölüm ona gəlib çatdığı zaman, yəni baxmalıdır. Əgər mömündürsə, yəni mömin nəyə baxmalıdır? Əgər ölüm artıq ona gəlib çatıbsa, onda ümid tərəfini Allaha, yəni ki, gözəl zənn tərəfini üstün götürməlidir. Yəni, çünki, yəni, amma başqa halda, əgər günaha meyil edirsə, onda mömin nə etməlidir? Onda qorxu tərəfini götürməlidir. Allahın əzabını xatırlamalıdır. Yox ki, ölüm gəlibsə, onda yəni, Allaha qarşı gözəl zəndi olması üçün olduğuna görə ümid tərəfini götürməlidir ki, əlhəmdülillah o bir də ibadətlərim var, Allah məni bağışlayacaq. Çünki bəzən insana ölüm gələndə və həmçinin ölüm ayağında insan Allah barəsində ona şeytan gəlib vəsvəsələr verir. Nə oldu? Sən o boyda Allahın dinini yaşadın. Yəni o boyda yaşlı adamlar qaldı, ölüm sənə mi gəldi? O boyda yaşlı adamlar qaldı, 90-100 yaşında yaşayırlar. O cür kafirlər qaldı, 100 yaşa çatan kafirlər qaldı. Yəni, onlara xəstəlik gəlməli. Sən cavan yaşında sağ mı xəstəlik gəldi? Ona görə sən bugünkü gün, əgər sırat-ı müstəqim üzərindəsənsə, bunu riayət etdiğin haldasansa, təbii ki, artıq ölüm saat çatında sənin üzərə düşən işlər var. Nədir? Yəni, ümid tərəfini üstün tutmaq ki, Allah barəsində gözəl zəndə olasın. Ki, əlhəmdülillah, Allah subhanət hala sizin etdiyiniz ibadətləri, namazları Allah təala zəyi etməz. Sən onun mükafatını görəcəksən. Ona görə də müminin o vaxtda işin olmalıdır, Allahla qarşılaşmaq. Allahla qarşılaşmağa istəməlidir. Yəni, bilməlidir, nə qədər günahım da olsa Allahla qarşılaşmağa istəməlidir. Allah da ondan qarşılaşar. Çünki niyə görə? Allah Teala Quran-ı Kərimdə açıq aydın deyir ki, İnnellezine qalu Rabbuna thumma istaqamu tetenazzal aleyhimul melek. O kəslər ki, deyərlər ki, Rəbbimiz Allah iman gətirirlər. Abu Bakr radiyallahu anh deyir ki, burada o kəslər ki, Allah'a tövhid üzərində iman gətirdilər və sonra tövhid üzərində dost doğru oldularsa, ölüm zamanında mələklər onlara gələr və deyərlər ki, Ələ təxafu və lə təhsənu və əbişiri bil cənnəti ləzi kuntum tuədun. Yəni, qorxmayın, kədərlənməyin, sizə vəd olunan cənnətə sevinin. Qorxmayın, kədərlənməyin, getdiyiniz yer üçün qarşılaşdığınız etablar, qəbir əzabı var, ondan sonra sirat var, mə'rac var, sirat var və həmçinin Allahın huzurunda məhşər günü var, dayanmaq var. Yəni, qarşıdan gələn şeylərdən qorxmayın. Və həmçinin, yəni, qoyub getdiyiniz var, dövlət, oğul, uşaq üçün də kədərlənməyin. Allah onları qoruyacaq. Sən üzərə düşən bu dünyada Allahın dinini qorumaq, onun üzərində sabit qalmaqdır. Qalan şeyləri fikirləşmə. Qalan şeylər Allah subhanət hala, sən onun dininə riayət edəcəyinə görə Allah yoluna qoyacaq. Sonra gəl, sonraki ayənin təfsiri inşallah bu da qalsın. Subhanəkə Allahümə və bihəmdik və əşhədu ən la iləhə illallah nəstəğfirukə və etûbü ileyk.